Əziz dinləyicilər, bugün mən sizə Mütləq Sıfır əsərindən çıxış edəcəm və harada qalmışamsa oradan başlayıram. Öncə insanların mənfi əməllərindən danışmaq istəyirəm. Xahiş edirəm, qulaq asın. İnsanların mənfi amillərinin biri də onların günahların olmasıdır. Həyatda günah işlətmiş şəxslər cəza alır, sınaqlara çəkilir və vicdanları qarşısında əzab çəkirlər. İnsanların təbiətə münasibəti də onların həyatında xüsusi rol oynayır. Belə ki, təbiətə ziyan vuran insanlar öz günahları ilə Yaradan qarşısında cavab verməli olacaqlar. Hər bir insan yaşadığı mühitdə çəkdiyi əzabların səbəblərini araşdırmalıdır. Hər bir fərd həyat proqramı elə qurmalıdır ki, maddi və mənəvi təminatlarını ödəyə bilsin. Bunun üçün özündəki istiqamətlə müsbət addım atılmalıdır. Çalışmaq lazımdır ki, atılan addımlarda səhvə yol verilməsin. Hər buraxılan səhv qarşıda çətinliklər yaradır. Gündəlik həyatımızı elə qurmalıyıq ki, günah işlətməyək. Elə hallar ola bilər ki, fərd məcburən səhvə yol verir və günah işlədir. Bir şəxs başqasının üzünə durursa, onu ləkələyirsə, başa düşməlidir ki, vaxt gələcək, onun da üzünə duracaqlar. Həyatın dövrü qanunlarından qaçmaq mümkün deyil. Hər bir şəxs müxtəlif vəziyyətlərdən çıxmağı bacarmalıdır. Bunu ağıl və düşüncə vasitəsilə əldə etmək olar. Yaradan ilk insanları yaradanda onlara müstəqillik vermişdir. Sonraki dövrü proseslərdə insanlar kainat qanunlarına çıxaraq səhvlərə yol vermişlər. Beləliklə həyatın qanuna uyğunluğu pozulmuşdur. Bu halda Yaradan onlar üçün dövlət qanunları yaratmışdır. İnsanlar həmin qanunları qəbul etsələr də, onlara tam itaət etməmişlər. İllər keçdikcə dövlət qanunları pozulmuşdur. Qanun pozuntuları artdıqca yerə elçilər göndərilmiş, bəşəriyyət haqq yoluna dəvət olunmuşdur. Lakin onları qəbul etməyən kütlə bugün də öz yanlış həyatını davam etdirir. Kafirlər öz xoşbəxtliyini başqalarının üzərində qurmaqla qanun pozanlara çevrilmişlər. Varlı təbəqə kasıbın malını mənimsəməklə oliqarxlara çevrilmişdir. İndi mənə belə bir məndə sual oyanır ki, öz-özümə sual verirəm ki, Yaradan ruzini insanlar arasında bərabər bölməmişdirmi? Bəs necə oldu ki, bir qrup varlı sinifi meydana gəldi? Onlar torpağa ağ kəfəndən başqa heç nə aparmayacaqlar. Kasıbın malını mənimsəmək olmaz, bu həqiqətdir. Öz var dövləti ilə seçilənlər anlamalıdırlar ki, vaxt gələcək, onların da sonu çatacaq və Yaradan qarşısında cavab verəcəklər. Ulu Tanrımız yer planetini daim qoruyur. Onun planetdə nizamlayıcı qüvvələri mövcuddur və baş verən təhlükələrin qarşısı alınır. Yaradan hər bir xalqa müstəqillik verdi.
Lakin bu müstəqilliyə bəzi hegemon dövlətlər mane olur. Həmin dövlətlər birbaşa nizamlayıcı qüvvələrin nəzarətindədir. Haqdan uzaqlaşmış xalqlar isə bu dövlətlər vasitəsilə cəzalandırılır. Digər tərəfdən xəstəliklər, təbii fəlakətlər və maddi nemətlər qıtlığı da xalqların haqq yoluna qayıtmasında xüsusi rol oynayır. Haqdan uzaqlaşan xalqlar əziyyət çəkir və müxtəlif bəlalara düçar olurlar. Ulu Tanrımız insanları cəzalandırır, lakin onları məhv etmək istəmir. O, insanları sınaqlara çəkməklə birinci dərəcə məsələnin həll olunmasını tələb edir. Belə məsələlərə nüvə silahlarının, kimya və bakteriya silahlarının ləğvi daxildir. Hər bir insan əziyyətə düçar olmasının səbəbləri bütün dini kitablarda və digər elmi əsərlərdə də öz əksini tapmışdır. İnsanların əziyyət çəkməsini yaradan bilir. Bəs necə olur ki, Allah buna imkan verir? Adəm və Həvva cənnətdən qovulduqdan sonra onlarla birlikdə şeytan da qovuldu. İnsanlar o dövrdə saf və pak idilər. Maddi nemətlərdən uzaq yaşayırlar. Şeytan bir qrup insan yoldan çıxardı və onlara buğda verdi. Buğdanın əkilməsi ilə çörək əldə olundu. Bununla da ilk dəfə olaraq insanlar maddi həyata yönəldilər. Maddi nemətlərə aid olan insanlarda nəfs yarandı. Nəfs insana şeytandan qalan bir təsirdir. Belə olan halda Yaradan rüxsat verdi ki, Mələk Cəbrail insanlara ruh versin. Qəlbə daxil olan ruh nəfslə mübarizəyə başladı. İndiyə qədər də ruh və nəfs insan daxilində bir-birinə qarşı mübarizə aparır. Qiyamətin sona çatması və axirətin başlanması ilə insanların içində seçilmə prosesi həyata keçirilir. Yaradan beyin hüceyrələrində təkamül proseslərini gücləndirir. Oyanmış insanlarda mental şuur dairəsi inkişaf edir. 6-cı irqin nümayəndələri mələklərlə əlaqə yaratmağa nail olurlar. Bununla onlar bir çox sirlərin mənasını anlayır və dərk edirlər. Nur zərrəcinə qabil insanlar ruhla birləşərək nəfsə qarşı mübarizədə üstünlük qazanırlar. Bu zaman şeytan insanların içinə müxtəlif viruslar göndərir. Bu viruslar mömin insanları məhv etməyə çalışır. Lakin ilahi qüvvələr əməli salih insanları auraya alaraq onları qoruyur. Həyatda hər bir insanın qarşısında saysız-hesabsız hadisələr baş verir. Bəzən yaxşı insanlar dünyadan tez köçürlər. Burada müəyyən bir qanuna uyğunluq mövcuddur. Yaradan Mələkə Cəbrailə göstəriş verilir ki, seçilmiş bəndələrə möhür vursun və şeytana da tapşırır ki, möhürlənmiş insanlarla iş olmasın. Lakin şeytan həm mömin insanları kafirlərlə sınağa çəkir. Kafirlər möminləri lağa qoyur, rişxənd edir, onlara əziyyət verməklə mənəvi rahatlıq tapırlar. Anlamırlar ki, qiyamətin son günü möminlər xilas olduqdan sonra digər insanlar çətinliklə üzləşəcəklər. O zaman kafirlər şeytandan imdad istəyəcəklər. Lakin artıq gec olacaq. Onlar bağışlanmayacaq və cəza ilə üzləşəcəklər. Hər bir insanın şəxsiyyəti var. Heç kim başqasını təhqir etməyə ixtiyarlı deyil. Öz mənliyini qoruyan və onun tapdalanmasına imkan verməyən insan başqalarına da hörmətlə yanaşır.
Şəxsiyyət insanın paçlığı, saflığı və vicdanın təmizliyidir. Vicdanlı insanlar öz ləyaqətini qoruyur və onun tapdalanmasına imkan vermirlər. Yer planeti bizim üçün əziz olmalıdır. Planetimizin hansı köşəsində yaşamımızdan asılı olmayaraq, bəşəriyyət bizim üçün müqəddəs sayılmalıdır. Bütün xalqlar birləşib planetimizi qorumalı və onun hər bir güşəsini cənnətə çevirməlidirlər. Elmin bütün sahələrində alimlər yeni kəşflər və ixtiralar edirlər. Bu nailiyyətləri eşidən hər bir xalq və insan özündə xoşbəxtlik hiss edir. Məsələn, Alman alimlərinin DNT kodun açılması sayəsində əldə edilən nailiyyətlər təkcə Alman xalqının deyil, bütün bəşəriyyəti sevindirir. Bu kəşf gələcəkdə bir çox xəstəliklər müalicəsində açar rolunu oynaya bilər. Belə hadisələri elmin bütün sahələrinə də aid etmək mümkündür. Bəşərdə mövcud olan hər şey Yaradanın yaratdığıdır və onun izni olmadan heç bir sir açıla bilməz. Məgər kainatı, qalaktikalar və günəş sistemini yaradan bir qüvvə yoxdurmu? Bəzi ateist alimlər kainatın yaranışını ümumi cazibə qüvvəsi ilə izah edirlər. Lakin cazibə və dəf etmə qüvvələrini yaradan da bir mənbə olmalıdır. Bəs o mənbə hardadır? Onu tam izah edə bilmədikləri üçün yalnız fərciyyələrlə kifayətlənirlər. Halbuki elm özü də inkişaf etdikcə dəyişir. Bir vaxtlar atomun bölünməz olduğu deyilirdi. Lakin sonradan sübut olundu ki, atom, proton, neytron və elektronlardan ibarətdir. Deməli, elmin nailiyyətləri dəyişkəndir. Mütləq həqiqətsə yalnız Yaradan bilir. Yaradan özü haqqında müəyyən bilgiləri elçilər vasitəsilə insanlara çatdırır. Səma elçiləri bu bilgiləri qismən dərk edərək dini kitablarda və risalələrdə yazmışlar. Yaradanın kəlamları peyğəmbərlərə vəhy olunmuşdur. Dünya yarandan bəri gözlə görünməyən həqiqətlər dini və elmi mənbələrdə öz əksini tapmışdır. İlahi qüdrət qəbul edilmiş, Yaradanın müqəddəsliyi təsdiqlənmişdir. Həyatın mənasını anlayan mömin insan özünü dərk etməklə Yaradanı dərk etməyə çalışır və onun yoluna yaxınlaşır. Yaradanı heç kəs görə bilməz, çünki o laməkandır. Onun məkanı heç bir məxluq tərəfindən bilinmir. İlahi aləm sirli qatlarla örtülmüşdür və bu qatları keçmək mümkün deyil. Yalnız Tanrı elçi dərgahın mənim mərhələsinə qədəm qoyub, mənim mərhələsinə qədər yüksələ bilərlər. Onlar nur vasitəsilə göstərişlər alıb geri dönürlər. Buna görə Allahı heç kim görməmişdir deyilən kəlam qəbul olunur. İnsanlar bir-birinə məhəbbətli olmalıdır. Məhəbbət olan qəlbdə Allah eşqi yaranır. Hər bir insan bu eşqi yaratmaq üçün ilk növbədə bütün insanlara sevgi ilə yanaşmalıdır. Allah eşqi məhəbbətin təməlində qurulmuşdur. Ey insanlar, bir-birini sevin, onda Yaradan da sizə mərhəmətli olar. Hər bir insanda Allahın nur zərrəsi vardır. Bütün hadisələr Yaradana məlumdur və o, hər bir bəndənin duasını eşidir. Haqq yoncarçılarını qoruyur. Kamilləşmiş insanda Allah məhəbbəti bütöv olur. Belə insanın duasına o hökmündə cavab verilə bilər. Məhəbbət
üstəgələ Allah eşqi bərabər ol hökmünə. Kainatda sayısız hesabsız məxluqlar mövcuddur. Lakin yaradan insanlara xüsusi diqqət yetirir. Qədim təsəvvürlərdə yer planetinin kainatın mərkəzində olduğu deyilirdi. Bu fikir insan özünü və varlığı daha dərin dərk etməsi cəhdinə simboliz edir. İnsan düşünür, danışır, fikirlər qurur və onları ifadə edir. Lakin ən ali həqiqət sözlərin arxasında deyil, ilahi mənadadır. Həyatımız coşqun və çılğın bir bulağa bənzəyir. Bir müddət bulaq kimi qaynayır, sonra isə sönürük. Həyatımızda həqiqəti açıqlayan, yaradan təcəssüm etdirən fikirlərdən uzaq düşürük. Getdikcə ilahiyyəti unuduruq. Çətin vəziyyətə düşəndə isə ilahi yada düşür, ondan imdad diləyirik. Nə ediriksə, yaradan izni ilə etməliyik. Məgər bizi kamilləşdirən ulu Tanrı deyilmi? Onun qüdrəti ilə medar şuurumuz ibtidaidən aliyə doğru inkişaf edir. Gecələr bizə layla çalan, ilahi duyğular bəxş edən də ulu Tanrımız deyilmi? Biz hər an qəlbimizdə və şuurumuzda yaradanla bir olmalıyıq. Onda ona daha yaxın olarıq. İlahiyə yaxınlaşdıqca Allah kəlamları qəlbimizə dolur, könlümüzü çəhləndirir və öz ailəmizdə cənnət kimi bir mənəvi məkan yaradırıq. Beləliklə nəfsimizi Allah eşqəviz edir, bundan böyük xoşbəxtlik ola bilməz. Hər bir insan yaradan qarşısında öz həyat proqramını dərk etməlidir. Həyatın mənasını anlamağa çalışmalıdır. Özümüzü dərk etsək, bir çox sualların cavabını tapa bilərik. Biz bir həqiqəti anlamalıyıq. Yaradan xilaskardır. O bizi sevir, yaşamağımız üçün bütün ehtiyaclarımızı təmin edir və qayğımıza qalır. O yalnız yer planeti deyil, kainatda mövcud olan bütün canlıları qoruyur. Yaradan olmasaydı yüksək şüurlu varlıqlar insanlığı çoxdan məhv edər, bəşəri kölə vəziyyətinə salar, hətta yer planetini işğal edərdilər. Deməli, Tanrının izni ilə planetimiz və bəşəriyyət ilahi qüvvələr tərəfindən qorunur. Allah yer planetə yeni insanlıq mərhələsi, 6-cı bir nümayəndələrini formalaşdırmışdır. Bu yeni mərhələ yer üzündə yeni bir həyat quracaq. Yaradan bəşəriyyətə yeni bir təlim bəxş edəcək. Bu təlimdə bütün dinlərin birliyinə əsaslanan qardaşlıq prinsipi olacaq. Bütün elçilər hörmət ediləcək və vahid mənəvi qanun formalaşacaq. Müasir dövrdə adi insan mənəvi zəifləməsi səbəbilə köhnə düşüncə ilə yeni cəmiyyət qurmaq mümkün deyil. Köhnə əqidə ilə yeni həyat qurulmur. Yeni təlim üçün yeni düşüncə və yeni mənəviyyat lazımdır. Yeni quruluşda yeni insanlar, paylaşmış, kamilləşmiş, odlu insanlar yaşamalıdır. Onlar əvvəlcə müqəddəs nurla saflaşacaq. Sonra isə əqli kamiliyyət çatacaqlar. Əqli kamiliyyət çatmış insanlar həyatın mənasını anlayacaq, bu dünyada ikən əbədi həyata hazırlanacaq və əbədiyyətə vəsiqə qazanmağa çalışacaqlar. Yaradan yer planetində insanları yaşatmış və onların yaşaması üçün hər şeyi nemət olaraq vermişdir. O 4 əsas ünsürü, od, su, torpaq və havanı bəxş etmişdir. Canlıların qorunması üçün göyün qatlarını yaratmışdır ki, günəş şüalarının zərərli təsiri həyat üçün təhlükə yaratmasın. Yeri və göyü yaradan Rəbdir. Rəbbin məkanı cənnət aləmidir. O yalnız insan əli ilə tikilmiş məbədlərlə məhdudlaşmaz. Rəbb vəhdət və birlik olan yerlərdə
öz nurunu təcəssüm etdirir. Ayrılıq və ayrı-seçkili olan məkanlarda isə ilahi nur tam şəkildə təzahür etmir. Yaradan insana nəfəs vermiş, onun üçün havanı yaratmışdır. Hava olmadan həyat mümkün deyil. İlahi heç kəsə möhtac deyil, biz isə ona möhtacıq. Biz daim ondan ruzi və mərhəmət diləyirik. O isə hər şeyə qadirdir və bütün qüdrət ona məxsusdur. Rəbb bütün xalqları bir nütvədən yaratmışdır. İnsanlara bildirmişdir ki, dillər fərqli olsa da qan birdir. Hamı Adəm və Həvvanın övladlarıdır. İnsan nəsli nəslə keçərək bu günə qədər yaşamışdır. Yaradan xalqlara sərhədlər vermiş, dövlətlər formalaşdırmışdır. Lakin zaman keçdikcə bəzi yerlərdə qanunlar zəifləyib, mənəviyyat azalar, insanlar ilahi dəyərdən uzaqlaşmışlar. Əziz dinləyicilər, bununla da mən mütləq sıfır rubrikasını yekunlaşdırdım və bununla da özü görsə bir neçə rubrikalar tamamlandı. Hələlik bu qədər, sağ olun, gələn görüşlərdə.